FIFA Tri Nations Women's Football Series 2025 turnirinin qalibi olan futbol üzrə qadınlardan ibarət millimiz vətənə dönür. Baş məşqçi Siyasət Əsgərovun rəhbərliyi ilə komanda Bangladeşin Dəkkə şəhərində keçirilən turnirin ilk oyununda Malayziya kollektivini 2-0, son görüşdə isə meydan sahiblərini Sevinç Cəfərzadə və Esra Manyanın qolları sayəsində 2-1 hesabı ilə üstələyərək bu uğura yiyələnib. Qadınlardan ibarət yığmamızın baş məşqçisi Siyasət Əsgərov turnir ilə bağlı təəssüratlarını bölüşüb. Bu ilk dəfə iştirak etdiyimiz FIFA'nın turnirində çempion olmaq bizim üçün doğrudan qadın futbolu üçün uğurlu nəticədir və inşallah ümid edirəm ki, doğrudan da bundan sonra daha yaxşı nəticələr əldə edəcəyik. Əlbəttə ki, buna görə komandaya təşəkkür düşür, qızlara təşəkkürdür. Ona görə hər iki oyunda sona qədər mübarizə apardılar və doğrudan da biz turnirdən öncə də müzakirələr eləmişdik ki, bu turnirdə mütləq çempion olaq. Təcrübəli mütəxəssis gələcək oyunlarla bağlı danışıb. 38 yaşlı çalışdırıcı bu turnirin mart ayında keçiriləcək dünya çempionatının seçmə mərhələ maçlarına hazırlıq xarakteri daşıdığını bildirib. Kuşatma olub, qrupumuz da bəllidir. Şimali Makedoniya, Andorra və Macaristan komandası düşüb qrupumuza. İnşallah martın 3-də evdə ilk oyunumuza çıxacağıq. Ayın 7-si də səfərdə Macaristana qarşı. Ona görə bu turnir o rəsmi oyunlara hazırlıq üçün son hazırlıq idi. Ona görə bu çox önəm daşıyırdı. Mən düşünürəm ki, doğrudan da bu turnir bizə çox şeylər qazandıracaq. Turnirdə bir qolla yadda qalan Nigar Mirzəliyeva da jurnalistlərin suallarını cavablandırıb. Bangladeşlə oyun biraz ağır keçdi, belə gözləmirdi. Şükürlər olsun ki, qələbə qazandıq. Bu turnirin olması mart ayında bizim çox önəmli 2 oyunumuz var. O oyunlara hazırlaşmaq deməkdir. Biz bu oyunda, turnirdə qalib olduq. Özümüzü çox yaxşı hiss edirik ki, yəni Makedoniya və Macaristan oyununa tam hazırıq. İnşallah ki, bizi sevənlər, izləyənləri martdakı oyunda da sevindirəcəyik. O, yarışla bağlı hissləri ilə yanaşı legioner həyatı barədə də danışıb. Zenitlə hal-hazırda 1 illik kontraktım var. Yanvar ayından başlayıram, noyabra qədər hələ ki kontraktım var. Zenit mənə yenidən kontrakt təklif edir, ancaq ki düşünürəm, bəlkə artıraram, bəlkə artırmaram. Orada hər şey qaydasındadır, hər şey yaxşıdır. Qeyd edək ki, qadınlardan ibarət yığmamız 2026-cı ilin mart ayında dünya çempionatının seçmə mərhələ oyunlarına start verəcək. Siyasət Əsgərovun kollektivi ilk görüşünü Bakıda Şimali Makedoniyaya qarşı keçirəcək.